Salam müəllimlər. Bilirsiniz ki, bu günlərin bizim sizlərə dediyim kimi bugün sizlərlə bərabər testlər işləyəcəyik. Keçən dəfəki mövzumuz nitq inkişafı idi. Elə düşündüm ki, testlərimizdə nitq inkişafının olması daha yaxşı olar ki, keçən dəfəki mövzumuzu da mürəkkəbləndirərik. Amma əsas məqsəd burada həm situasiya sualları var, həm də ki, doğru yanlışlar var. Əsas məqsədlərimizdən biri də doğru yanlış tipli testləri bərabər daha yaxşı, daha möhkəm şəkildə öyrənməkdir. Bunun üçün isə indi belə deyim, kimlər ki testləri oxumaq istəyir, kimlər ki testlərdə iştirak etmək istəyir, burada səs, görüntü olan işarənin yanında smailik işarəsi var və əl işarəsi var. Yəni əl işarələrinə toxuna bilərsiniz və bərabər oxumağımız, sizlərlə bərabər təhlil etməyimiz daha da yaxşıdır. Çünki testləri siz oxusanız daha yaxşı başa düşə bilərsiniz. Hələlik başlanğıc üçün hələ 2 sualdan başlayacaq. 2-2 oxuyacağıq. Amma əsas məqsəd, mən tez variantı tapım deyil, çünki burada yarışda deyilik. Bura sadəcə öyrənmək üçün gəlmişik. Ona görə əsas məqsədimiz bizim, yəni testlərin təhlil edilməsi, yəni izah edilməsidir. Yəni bəzi testlər var ki, orada məsələn diqqət tələb edir. Diqqətli olsanız, yəni tapacaqsınız. Ona görə çalışın ki, maksimum dərəcə diqqətli olasınız. İndi ekran paylaşıram müəllimlər, başlayırıq. Ekranı görə bilirsiniz müəllimlər? Bəli. Görünür, bəli. Əla. Bir də sizdən bir xahişim var. Xahiş edirəm, yəni digər müəllimlərin testlərinə müdaxilə eləməyək. Çünki səslər burada qarışsa, yəni bilirsiniz də sonra kaydı izləyə bilməyəcəyik. Yəni ona görə də hər kəs sualını özü təhlil etsin. Onsuz ki, belə deyim də, bu dərsimiz 1 saatlıq olacaq. Bu arada 1 saat ərzində keçəcəyik. İnşallah ki, növbəti dəfələrdə yenə də çalışdığım qədər vaxt ayıracağam sizə. İndi burada M günlər yazılan müəllimə var. İstəyirəm ki, həmin müəllimə ilə başlayaq. Salam müəllimə. Salam. Buyurun müəllimə. Yaxşı. Burada tam görsənmir, indi görsəndi. Doğru yanlış testləri nitq inkişafı. Bir nitqin müşahidə metodu zamanı uşaqlar əmək tapşırıqları yerinə yetirir. 3. Nitqin demonstrasiya metoduna əsasən uşaqlar videoda göstərilən hərəkətləri təkrarlayır. 4. Nitqin oyun metoduna əsasən uşaqlar müxtəlif hərəkətlər yerinə yetirir. Təhlil edək, gəlin bərabər. Nitqin müşahidə metodu zamanı deyir, uşaqlar ətraf aləmdəki ağacları müşahidə edir və hündürlüklərinə görə fərqləndirir. Razısınız? Bəli, onlar da. Deyir ki, nitqin müşahidə metodu. Müşahidə metodu zamanı siz deməli ətraf aləmdəki obyektləri, ağacı müşahidə edə bilərsiniz. Düzdürmü? Bəli. Bəli. Amma bu müşahidə edib hündürlük fərqləndirirsə, hündürlüyü fərqləndirmək nitqə aiddir yoxsa riyaziyyata? Riyaziyyata. Deməli ki, bu nitqin müşahidə metodu deyil. Axı burada nitqdən bağlı bir şey yoxdur demirsiniz, nitqi inkişaf etdirmirsiniz. Sadəcə uşağa hündürlük anlayışını öyrədirsiniz və müqayisə anlayışını öyrədirsiniz. Ona görə də nə olsun ki, burada müşahidə var, amma nitqin müşahidəsi deyil. Yəni buradakı nitq sözünə aid deyil. Aydın oldu müəllimə? Bəli. Deməli buradakı birincini biz doğru qəbul etmirik. Çıx qoyuram bura. Çıx işarəsi. Nitqin ekskursiya metodu zamanı uşaqlar əmək tapşırıqları yerinə yetirir. Ekskursiya metodu var. Amma əmək tapşırığı yerinə yetirmək hansı bacarıqla bağlı idi? Əmək bacarığı idi. Əmək bacarığı, əmək də estetik yaradıcı sayılır. Yenə də burada nitqin təsirini mən görə bilmədim. Təbiət əməyidir. Bəli. Bunu da çıx qoyuruq. Çünki yenə də nitq yoxdur burada. Bunlar sadəcə biraz diqqət tələb edən testlərdir. Sonra 3-cü. Nitqin demonstrasiya metoduna əsasən uşaqlar videoda göstərilən hərəkətləri təkrarlayır. Demonstrasiya metodu var video roliklərdə. Bəs hərəkət nitqlə bağlıdırmı?
Xeyr. Deməli ki, bu da yanlış imiş. İşte. Sonra 4-cü nitqin oyun metoduna əsasən uşaqlar müxtəlif hərəkətlər yerinə yetirir. Onda bu da yanlışdır Bəli, müəllimə. hərəkətlər fiziki mədəniyyət. İndi bir də qaydamızı xatırlayırıq. Baxın müəllimlər. Deməli, bura yazılıb doğru. Doğrunun altında sizə yalnız və yalnız üstəgəllər maraqlıdır. Yəni siz sadəcə üstəgəlləri götürə bilərsiniz. Yanlış yazılan yerdə isə ancaq çıxları götürə bilərsiniz. İndi müəlliməm, bunların ikisinə birdən baxmayın da, doğru və yanlışa. Birinci doğru tərəfə baxın. Orada heç üstəgəl varmı? Bəli, birincidə var da. Yox, o doğrunun üstəgəlidir. Yəni 1 və 2-də nəsə üstəgəl görürsünüz burada? Xeyr. İkisi də çıxdı, yanlış fikir idi. Ona görə də biz bunlara baxmadıq. İndi gəldik yanlış tərəfə. Yanlış tərəfə görürsünüz, burada çıx yazıb. Deməli, bunun altından sizə çıxlar lazımdır. Baxın, görün, var burada çıxlar. Yəni, yanlış olanlar. Bəli. Bəli, hansılar? Elə yanlışın altındakilər. 3-də, 4-də. Deməli ki, siz burada hər ikisini nə etdiniz? Götürdünüz. Doğru variant kimi nəyə götürdük burada müəllimə? Ne bəndi? 3-4-də. C variantı düzdür? Bəli. Allah. İndi ikincini də oxuyun. Biraz diqqətli olaq. Yaxşı. Tərbiyəçi danışır da nağılı. Bəli. Deməli ki, bu Bu təmiz aydın onda olar ki, nitqin dəqiqliyi olsun. Bəli. Ümumiyyətlə burada uşağın nitqindən söhbət getmir. Nəql etmədə birinci növbədə tərbiyəçi müəllimin nitqi idi. Ona görə bunu yanlış hesab edirik. Nəql etmə əsasən kiçik qruplarda istifadə olunan nitqin metodudur. Bu da yanlışdır. Niyə? Bütün qruplarda vardır nəql etmə. Böyük qruplarda. Metod kimi demişdim axı. Kiçik qruplarda daha çox nəql etmə, böyük məktəb hazırlıqda müsahibə metodundan istifadə edirik. Ona görə də həqiqətən doğrudur. Çünki kiçiklər çox danışa bilmir deyə biz nəql edirik, bizi dinləyib yavaş-yavaş nitqləri formalaşır. Ona görə nəql etmə düzdür, bütün qruplarda var. Əsasən, yəni daha çox kiçik qruplarda. Ona görə bu doğrudur. Bəli. 3. Müsahibə metodu zamanı uşaqlara ancaq müzakirəyə səbəb olacaq suallar verilməlidir. Əgər burada ancaq sözü varsa, bu da yanlışdır. Onu da müəllimə. Bəli. Ümumiyyətlə, müsahibə müzakirə demək deyil ki. Bəli. Müsahibə yəni 2 nəfər arasında. 4-cü müsahibə metodu kiçik qruplarda istifadə olunması məqsədə uyğun deyil. Bu da yanlış olar. Bu da yanlışdır. Müsahibə metodu kiçik qruplarda istifadə olunması məqsədə uyğun deyil. Kiçik qruplarda da, yəni ən azı sadə müsahibələr təşkil etmək olardı. Yəni demirəm ki, yəni belə deyim də uyğun deyil. Yəni yalnız biz belə deyək də sadə müsahibə eləyə bilərik ailəsi haqqında, oyuncağı haqqında, amma daha çox nəql etmədən istifadə edirik. İndi cavab oldu 2-3. Bəli. 2 və 3. Çünki doğruda doğrunu götürdünüz, yanlışda da yanlışı götürdünüz. Əla. Təşəkkür edirəm müəlliməm. Sağ olun Ülkər müəlliməm. 3-dən 4-cü. Salam müəllimə, necəsiz? Salam, yaxşıyam müəllimə, yaxşı olasınız. Sizdə uyğunsuzluq. Çox sağ olun. Buyurun. Uyğunsuzluğu müəyyən edək. Uşaqlarda nitq inkişafı zamanı səmərəli yollardan biri də imitasiya. İmitasiya mənim təqlid etməkdir. İmitasiya yamsılama deməkdir. Məsələn, uşaqların nağılı dinləməsi və oradakı personajın hərəkətini təkrarlanmasıdır. Müəllimə, bu düzdür. Bu üstə gəldi. Diqqətlə oxuyun. Təhlil edin. Uşaqlar necə müəllimə? Təhlil edin, çünki bir balaca nəyisə görmədik orada. Bir dənə diqqətlə baxsaz görəcəksiniz. Uşaqların nitq inkişafı zamanı səmərəli yollardan biri də imitasiyadır. İmitasiya yamsılama deməkdir. Məsələn, uşaqların nağılı dinləməsi və oradakı personajın hərəkətini təkrarlamasıdır. Müəllimə. Personajın hərəkətini. Müəllimə, bu şeydir. Nədir? Estetika aiddir axı burada. Fizikdə hərəkətləri təkrarlayırdıq. Məsələn, bir hərəkəti göstərəm, uşaq da baxır, eynisinidir. Burada nitqdədirsə, hansısa hərfi deyə bilmir, hansısa sözü deyə bilmir. Mən də o sözü deyirəm, uşaq da təkrarlayır. Burada nitq yoxdur.
Bəli, müəllimə. Bu mənfi işarəsi. İllüstrasiyalar vasitəsilə uşaqlar şəkil əsasında danışır və nitqi inkişaf edir. İllüstrasiyalar, müəllimə, şəklə baxıb danışırlarsa, nitqi də inkişaf edir də, müəllimə, bu düzdür? Bəli. Süjeti rollu oyunlar zamanı uşaqların özlərinin anidən oyun qurması onların daha çox nitqini inkişaf etdirir. Bu süjeti rollu oyun zamanı uşaqlar oyun qururlar da, müəllimə. Bəli. Məsələn, oyunu özü qurursa daha çox nitqlə bağlıdır, yoxsa yaradıcılıqla bağlıdır? Mən yaradıcılıqla, axı özüdür o. Bəli. Uşaqlar müəllimlərini imitasiya edir. Buna görə də müəllimlər nitqinə diqqət etməlidir. Bu da düzgündür də, müəllimənin nitqi səlis olmalıdır ki, uşaq da ona baxıb onu imitasiya etməlidir. Düz. İndi siz birinci burada uyğunluq eləyin ki, uyğunsuzluq deyəndə beynimiz qarışır. Uyğunluq eləyək, sonra əksinə çevirərik. Uyğunluq eləyəndə, müəllimə, burada 2 ilə 4-ü götürəcək. Yox, yanlışda doğrunu götürmək istəyirsiniz, olmaz. 2 ilə 3-ü, müəllimə, 2 ilə 3-ü. Bəli, bu uyğunluğumuzdur, amma sizdən uyğunsuzluq istəyir. Uyğunsuzluq da müəllimə 1 ilə 4-dür. Allah. Elə bir ki, onu da əksinə çevirdiniz, tərsinə çevirdiniz. Belə onda daha rahat. Yoxsa beynimizə deyəndə ki, doğruda yanlış, yanlışda doğru, avtomatik beyin qarışdırmağa başlayır. 4-cünü də oxuyaq, müəllimə. Orfoepiya üzərində iş zamanı şifahi nitqin əsl ünsiyyət vasitəsi rolunu oynaması üçün həmin dildə danışan adamların vahid normalları gözləməli zəruridir. Müəllimə, bu düzgündür də. Axı biz Orfoepiya üzərində iş zamanı şifahi nitqin əsl ünsiyyət vasitəsi rolunu oynaması üçün həmin dildə danışan adamların vahid normalları gözləməli zəruridir. Bəli, bu doğru bir fikirdir. Doğrudur, müəllimə. Orfoepiya üzərində iş zamanı tərbiyəçi Azərbaycan dilinin tələffüz qaydalarını öyrətməklə öz nitqinin tələffüz mədəniyyətini yüksəltməli, danışarkən həmin qaydalara əməl etməlidir. Müəllimə, bu da düzgündür də. Bəli. Orfoepiya zamanı dilin səs, fonetik və fonoloji vasitələrindən rabitəli nitqə eyni vaxtda istifadə olunur. Eyni vaxtda istifadə. Orfoepiya zamanı dilin səs. Müəllimə, bu da düzgündür də. Danışarkən axı nitqimiz yenə də şey olmalıdır. Bəli. Rabitəli nitqimiz, yəni hər biri dilimiz, səsimiz, yəni eşitmə hər biri düzgün olmalıdır. Çünki tələffüz qaydalarıyla bağlıdır birbaşa. Orfoepiya üzərində iş zamanı uşağın nitq səslərini necə tələffüz etməsindən asılı olaraq rabitəli nitqin üslubu onun emosional rəngi yaranır. Hədə müəllimə, uşaqlar bu nitqin səsləri necə tələffüz edirsə, rabitəli nitqin üslubu onun emosional rəngi yaranır və ona uyğun tələffüz eləyir. Bəli, rabitəli nitq elə buradan sonra başlayır da yaranmağa. İndi burada uyğunsuzluğu müəyyən eləyəndə, müəllimə. Uyğunluqdur, baxın. Uyğunluq. Uyğunluqdur, müəyyən eləyək. Onda müəllimə 1 ilə 2-ni götürəcəyik biz burada. Çünki bizə ancaq doğrudakı doğruları götürə bildik, yanlışdakı doğruları götürə bilməzdik. Əla. Təşəkkür edirəm. Aygün müəllimə. Çox sağ olun. Sağ olun. Aygün müəllimə dərsə? Bəli, müəllimə, salam. Salam, buyurun müəllimə. Uyğunluğu müəyyən edin. Doğru. Birinci, tam üslub. Nitqinin başqaları tərəfindən yaxşı başa düşülməsini, dinləyicinin işini asanlaşdırmasını istəyən hər hansı şəxs üçündür. Doğrudur bu. Yarımçıq üslub bir səs enerjini böyük səylə tələffüz olunur. Orta sürət gözlənilir. Yəni bir səsə böyük bir enerji verilir, böyük bir səy verilir, orta sürətlə tələffüz olunur. Nə çox yüksək olur, nə çox yavaş olur. Yəni orta sürətləndir. Burada yarımçıq üslub deyil axı, yəni normalara qayda, yəni riayət olunursa bu yarımçıq deyil. Bəli, bu tam üslubu idi. Bəli.
Sonra yanlışa tam üslub, səslərin bir qədər əzgin tələffüzünə, söz və ifadələrin ləng, pıçıltı ilə bu yanlışa yanlışdır. Doğru. Yəni yanlış fikirdir həqiqətən də. Sonra yarımçıq üslub. Nitq mədəniyyətinə yiyələnmiş hər cür çalarlığına yol verilə bilər. Yox, bu yarımçıq, bu da yanlışa yanlışdır. Yarımçıq üslubdur da onsuz da. Bəli, yarımçıq üslubdur. Yəni doğrusu da, yarımçıq da həqiqətən də ola bilər bunlar. Bəli. Burada uyğunluğu müəyyən edin deyəndə mənim birinci doğrudur. Doğruya doğru. Üçüncü yanlışa yanlışdır. Dörddə isə yarımçıq üslub nitq mədəniyyətinə yiyələnmiş hər cür çalarlığına yol verilə bilər. Bunu biz doğru götürdük müəllimə. Tam üslubda olanı deyirsiniz. Üçü. Dördü. Yarımçıq üslub nitq mədəniyyətinə yiyələnmiş hər cür çalarlığa yol verilə bilər. Müəllimə, burada çalarlıq deyəndə nəyi nəzərdə tutur? Yox, bilirsiniz burada nəyi nəzərdə tutur? Bunu bilsə biz doğru götürmüşük, amma doğru götürə bilmərik 3 ilə 4-də. Bilirsiniz nəyə görə? Deyir ki, yarımçıq üslub nitq mədəniyyətinə yiyələnmiş hər cür çalarlığa. Yəni nitqin mədəniyyətinə yiyələnibsə, düzgün nitqə yiyələnibsə, hər cür çalarlığa da yol verə bilərik də. Bunu biz tam üslub deyirik axı. Axı yarımçıq üslubda nitq mədəniyyəti çox olmur orada. Ona görə. O zaman bu da yanlışdır. Bəli, tam üslub. O zaman müəllim tam üslubda, amma onda biz onu yanlış kimi götürmürük. Bir dənə baxın, bir dənə. Səslərin bir qədər əzgin tələffüzünə, söz və ifadələrin ləng, pıçıltı ilə yaxud da yüksək Yanlış fikirdir. Yaxud da yüksək emosionalla tələffüzün hər cür çalarlığına yol verilə bilər. Bu da yanlış fikirdir. Burada müəllim uyğunluğu müəyyən etdiyində doğruya doğru 1-də də doğrudur. 3-də isə yanlışdır. 3 və 4. Hər ikisi 4-ü götürməliyik. 1, 3, 4. Bəli. Burada elə bir ki 1-4 qeyd eləmişəm. 3-də texniki səhv yoxdur. Amma 3-ü də əlavə edirik ora. 1, 3, 4 Çox sağ olun müəllimə. Buyurun müəllimə. Belə dərslər təşkil etdiyiniz üçün var olun. Çox sağ olun müəllimə. Könül müəllimə. Loqo olan müəllimə deyər. Uyğunluğu müəyyən edin. Nominativ 1 yaş 5 aylıq Ömər. Nominativ 1 yaş 5 aylıq Ömər otaqda oynayarkən oyuncaq maşını divanın altına yumarlanır. Ömər maşına tərəf baxaraq ondan və baxışından başa düşür ki, uşaq maşını çıxarmaq üçün kömək istəyir. Uşaq söz deməsə də səsinin tonu ilə ünsiyyət qurur. Nominativ. Razısınız bununla? Nominativ nə idi ki? Nominativ adlandırmaq idi müəllimə. Nominativ funksiya adlandırırdı. Məsələn, əşyanı, hadisəni, nə isə adını deyə bilirdi. Axı bu demir müəllimə. Bəli, bu heyecanla ifadə edir. Həm də nominativ funksiya 1 yaşda olmur. Bu kommunikativ funksiyadır, nominativ deyil. Mən onları demək ki, yaxşı bilmirəm. Diqqət etməliyik. Əslində bu testlər elə bizim bilmədiklərimizi, daha çox möhkəmləndirməli olduqlarımız mövzuları aşkara çıxardır. İkinci. Nominativ deməli adlandırır. Bəli, noun sözündən götürülüb ingilis sözüdür. Yəni isim deməkdir. İsim də adlandırır da hər şeyi. Nəyimdir? Tənzim edici 5 yaşlı Fidan otağında oyuncaqları ilə oynayıb bitirdikdən sonra öz-özünə ucadan deyir. Anam dedi ki, oyundan sonra oyuncaqları qutuya yığmaq lazımdır. Bu sözü dedikdən dərhal sonra yerdəki gəlincikləri və kubikləri toplayıb səliqə ilə qutuya yığmağa başlayır. Fidan eşitdiyi və işlətdiyi qaydanı birbaşa öz real davranışında nümayiş etdirir. Nitqi onun hərəkətlərini tənzimləyir. Bu düzdür də müəllimə. Bəli, tənzim edici də demişdik ki, keçən dərsimizdə də bizim həm danışıq, yəni uşağın həm danışığı, həm də davranışı bir olmalıdır. Yəni fikir verdiniz, həm onun danışığı var idi burada, həm də davranışı var idi. Ona görə də həqiqətən 2 doğrudur. İdrak 4 yaşlı Murad bağçanın həyətində gəzərkən yerdəki yağışdan sonra yaranmış gölməçəni və oradakı suyun buxarlandığını görür.
Tərbiyəçiyə yaxınlaşıb soruşur: "Müəllimə, bu su hara gedir? Göy üzünə necə çıxır?" Müəllimə ona buludların necə yarandığını izah etdikdə Murad buxarlanmaq kimi yeni sözləri maraqla dinləyir və öyrənir. Murad nitq vasitəsilə ətraf aləmi dərk edir. Bu elə düzdür də, idraki. Bəli, Yox, ətraf aləmi dərk edirdi, həm də burada hara gedir? Yəni uşaq neynir? İdraki fəallaşır, suallar verir, dərk etmək istəyir. Bu doğrudur. Kommunikativ 2 yaş yarım olan Aylin anası ilə parkda gəzərkən ağacın budağına qonan quşu görür. Barmağı ilə quşu göstərərək sevinclə "Ana, bax, quş" deyir. Evə qayıdanda isə maşının üzərindəki almanı göstərib "alma" deyir. Aylin artıq ətrafındakı konkret əşya və canlıları tanıyır və onları öz adları ilə çağırır. Kommunikativ də idraki idi də müəllimə. Kommunikativ heca ilə falan idi. Bu körpü uşaqlar, 1-2 yaş uşaqlar. Bu adları ilə çağırırdı, bayaq dedim. Adlandırma hardaydı? Nominativdə idi. Əla. İndi bu da yanlışdır. Demək ki, bu minus çıxaqdır da. Bəli. Deməli, burada 2-dir, bir də 4-dür, yevəndir. Əla. Yetkin oxuyum. Bəli, bəli. Uyğunluğu müəyyən edin. Situativ nitq. Ünsiyyət zamanı əmələ gəlir və şifahi nitqdir. Bu düzdür də, situativ nitq. Ünsiyyət zamanı əmələ gəlir. Kontekst nitq yaddaşa görə inkişaf edir, ən çox yazılı nitqə aiddir. Kontekst yazılıya aiddir müəllimə. Bəli. Kontekst nitq qrammatikasına görə situativ nitqdən mürəkkəbdir. Xeyr, mürəkkəb deyil. Baxın, demişdim ki, mürəkkəbdir də müəllimə. Kontekst nitq qrammatikasına görə situativ nitqdən mürəkkəb. Axı yazılı deyil, mürəkkəb idi. Bəli, bəli. Kontekst nitq fikrin ifadəsi üçün dilin bütün imkanlarından lazımi dərəcədə istifadə edilməlidir. Bu da düzdür də müəllimə. Kontekst fikrin ifadəsi üçün dilin bütün imkanlarından lazımi dərəcədə istifadə edilməlidir. Müəllimə, bir də bunu başa sala bilərsiniz? Bu nə deməkdir? Kontekst nitq. Baxın, situativ şifahi nitqlə bağlıdır. Demişdim də, S-Ş qaydasına yadınızda saxlayın. Kontekst yazılı ilə. Ünsiyyət zamanı əmələ gəlir, şifahi nitqdir, bəli, doğruydu. Kontekst yaddaşa görə idi, düzdür, çünki yazılı nitq idi. Kontekstdə qrammatik qaydalar, çünki yazıda qrammatikaya çox önəm verilir, buna görə də lazım idi. Dördüncüdə deyir ki, kontekst nitq fikrin ifadəsi üçün dilin bütün imkanlarından lazımi dərəcədə istifadə edilməlidir. Baxın, kontekst nitq yazılı nitqdir və yazılı nitq vasitəsilə siz belə deyim, fikrinizi izah eləmək istəyirsinizsə, bütün imkanlardan lazımi dərəcə istifadə etməlisiniz, düzgün yazmalısınız, qrammatik qaydaları da nəzərə almalısınız, cümlə quruluşu olsun. Baxın, bir var ki, mən şifahi deyirəm, jestlə, mimika ilə nəyləsə başa salacam da sizə hardasa, fikrimi ifadə edəməsəm. Amma yazılıda bu mümkün deyil axı. Gərək mən düzgün yazam. O mənada. Təşəkkür edirəm. Buyurun. İndi bir dənə variantı da deyin. Variantı da deyim. Əgər uyğunluğun 1-2-dir də müəllimə. Allah. Təşəkkür edirəm müəllimə. Təşəkkür edirəm. Buyurun. Sonra digər könül müəllimə. Bəli, müəllimə. Buyurun müəllimə. Haqqında söhbət gedən əşya, hadisə və obyekti yaxşı tanımağı tələb edir. Gedən əşya, hadisə və obyekti yaxşı tanımağı tələb edir. Bəli, doğrudur. Düzgünlük əşya və hadisə haqqında deyilənlər, gətirilən faktlar həqiqətə uyğun, dəqiq olmalıdır. Bəli, bu da doğru var. İfadəlik, şifahi nitq dinləyənlərin anlaq səviyyəsinə uyğun olmalıdır. Şifahi nitq dinləyənlərin anlaq səviyyəsinə uyğun olmalıdır. Bəli, bu da var. Məntiqi ardıcıllıq fəal lüğətdə çox sözün olmasını tələb edir. Bu yanlış olar da müəllimə. Çox sözün olmasına zənginlik deyilirdi. Bəli. Düzdür. Amma mən deyərdim ki, burada birincidən də testdə səhvlik elədik. Yəni burada diqqətsizlik var.
oxşuyur düzgünə, amma doğru görünüb səhv olan testlərdəndir. Daha diqqətli baxın, görəcəksiniz. Məntiqi ardıcıl haqqında söhbət gedən əşya, hadisə, obyekt yaxşı tanımağı tələb edir. Əgər bir əşyanı mən yaxşı tanıyıramsa, sizcə onun mahiyyətini, məzmununu bilirəm, yoxsa məntiqi cəhətdən ardıcıllığını bilirəm? Məzmununu. Bəli, bir şeyi yaxşı tanıyıramsa, deməli o məzmununu bilirəm, izah da edə biləcəm. Ona görə də biri yanlış saydıq. Düzgünlük əşya və hadisə haqqında deyilənlər, gətirilən faktlar həqiqətə uyğun dəqiq olmalıdır. Bu doğrudur da. Baxın, mən faktla danışıramsa, düzgün danışmıram, mən dəqiq danışıram. Çünki o qədər dəqiqəm ki, faktım da əlimdədir, sübut edirəm. Bu dəqiqlikdir, müəllimlər. Deməli, burada məzmunluq oldu. Burada dəqiqlik. Aha, sonra davam edin. İfadəlik, şifahi nitq dinləyənlərin anlaq səviyyəsinə uyğun olmalıdır. Əgər mən Bu da anlaq doğru səviyyəsinə uyğun danışıramsa, deməli aydın danışıram, ifadəli yox. İfadəli danışmaq lakonik, qısa danışmaq idi. Bu amma aydın danışmaqdır. Məntiqi ardıcıllıq. Fəal lüğət, bu da səhvdir də, mənim elə fəal lüğətdə çox sözün olması tələb Çox edir. sözüm varsa, deməli mənim lüğətim zəngindir. Demək 3-dən 4-dür də. Bəli, C variantı üstünə yazı düşmüşdü. Bunu silin buradan. Ha, bəli, 3-dən 4. Doğrudur müəllimə. 9. Bir yaş 8 aylıq Leyla bağçada digər uşaqların əlindəki rəngli topu götürür. O topa tərəf qaçaraq sevinclə, uca və ritmik səslə ba, da deyə qışqırır, əl çalır. Lakin başqa bir uşaq topu onun əlindən alanda Leylanın səs tonu dərhal dəyişir. O ağlamalı və şikayətçi bir tonda deyərək tərbiyəçiyə tərəf yönəlir. Leyla eyni hecaları fərqli səs tonlarında istifadə edərək öz sevincini, narazılığını ətrafa çatdırır. Verilən fikrə aid olduğu variantı seçin. Demək, kommunikativ funksiya, idrak funksiyası, nominativ funksiya, tənzim edici funksiya, heç biri. Bağçada digər uşaqlarındakı rəngli top. Danışır. Hecalar çıxardır. Yəni tam hələ sözləri deyə bilmir. Özdə bir yaşdadır. Onda kommunikativ funksiya. Bəli, bir yaşda ümumiyyətlə baxın yaşını da vurğulayıb. 1-2 yaşda ümumiyyətlə olan kommunikativ idi. 2-3-də daha çox nominativ olur, yəni adlandırır. 3-4-dən sonra artıq dərk edir və idrak özünü göstərməyə başlayır. Təşəkkür edirəm müəllimə. Südabə müəllimə. Çox sağ olun. Buyurun. Buyurun. Müəllimə, mən dərsi tam oxumadığına görə səhv eləyə bilərəm. Narahat oldu. 3 yaşlı Kənanın atası ilə divanda oturub, 3 yaşlı Kənan atası ilə divanda oturub şəkilli kitabı vərəqləyir. Atası şəkildəki heyvanları göstərdikcə, Kənan cəld şəkildə onları adlandırır. Bu it, bu pişik, bu da at. Daha sonra otaqdakı televizoru göstərir. Böyük çizgi filmi televizor mənasında deyil. Kənan tapdığı və gördüyü obyektdə konkret adlar. Bu nominativdirmi müəllimə? Yoxsa idrakdırmı? Nominativdir də adlandırır. Bəli. Hələ oxumamışam deyə mən onu. 4 yaş yarım olan Dəniz anasının mətbəxdə xəmirə maya atdığını görür. Bir müddət sonra xəmirin şişdiyini müşahidə edir, sual verir. Ana, bu xəmir niyə böyüdü? İçində nə var ki? Anası ona mayanın iş prinsipini sadə dillə izah etdikdən sonra Dəniz deməli maya xəmiri böyüdür nəticəsinə gəlir. Dəniz nitq sayəsində görmədiyi bir prosesin mayalanmanın məntiqini dərk edir və zehni olaraq inkişaf etdirir. İdrakdır da, əgər zehni inkişaf edirsə idrakdır müəllimə. Doğru. Doğru. Hay Allah, təşəkkür edirəm. Təşəkkür. Sağ olun. Sağ olun. Sonra Müsalə müəllimə. Salam müəllimə. Salam. Buyurun müəllimə. 12 oxuyum müəllimə. 12 və 13. 12. 5 yaşlı Yusif masanın arxasında rəsm çəkir. Rəngli karandaşı vərəqin kənarına çıxarmaq istədikdə birdən dayanıb pıçıltı ilə öz-özünə deyir.
Xəttdən kənara çıxmaq olmaz, səliqəli olmalıdır. O öz-özünə verdiyi bu şifahi xəbərdarlıqdan sonra əlini yavaşladır və daha diqqətli çəkməyə davam edir. Eyni zamanda tərbiyəçi uşaqlar oyuncaqları yığışdıraq və əl-üzümüzü yumağa gedirik dedikdə Yusif dərhal fəaliyyətini dəyişir. Verilən fikrin aid olduğu variantı seçin. Kommunikativ funksiya, idraki funksiya, məncə bu tənzim edici funksiyadır. İşlətdiyi sözləri hərəkətlərində tətbiq edirsə tənzim edici funksiyadır. Allah. 13-cü müəllimə. Uyğunluğu müəyyən edin. Zənginlik eyni fikri müxtəlif formada təkrarsız ifadə etmək mümkündür. Eyni fikri müxtəlif formada ifadə edirsən, amma müəllimə təkrarsız sözü məncə səhvdir. Aha, Düz deyirəm, zənginlik müəllimə. eyni fikri müxtəlif formada təkrarsız ifadə etmək mümkündür. Zənginlik zamanı. Doğru yoxsa yanlış? Mənə gəlir ki, cümlənin başı doğrudur, müxtəlif formada, amma təkrarsız ifadə etmək o yanlış deyil. Təkrarsız bilirsiniz nədir? Məsələn, deyək ki, gözəl bir qız görmüşəm, onu ancaq gözəl demirəm, qəşəngdə deyirəm, göyçəkdə deyirəm. Təkrarsız işlədirəm də. O qədər lüğət bazamda söz çoxdur ki, mən kifayət qədər söz işlədə bilirəm. Bu da düzgündür müəllimə. Mən təkrarsız elə bildim ki, bircə dənə deyir yəni. Yox, elə təkrarsız yox. Yəni eyni sözü təkrarlamır da, yeni söz deyir. Lüğət bazasında o qədər sözləri var Bu ki. düzdür. Mən bunu düz qəbul edirəm, amma qabağına yanlış yazılıb. Aha, ona baxmayacağıq. Aha, gedək. Məzmunluq haqqında söhbət gedən əşya, hadisə və obyekti yaxşı tanımağı tələb edir. Doğru, bəli, düzdür. Mhm. Düzgünlük şifahi nitq qrammatik cəhətdən düzgün olmalı, xüsusilə cümlənin düzgün konstruksiyasına üstünlük verilməlidir. Məncə düzdür, amma qabağına yanlış yazılıb. Bəli, cümlənin quruluşu, mən deyirəm, hərəmizin özümüzün qrammatikalarımız var, yəni hər ölkənin. Və burada da düzgün olmağı qrammatik cəhətdən düzgün cümlə quruluşumuz idi. Bəli, doğrudur, amma qarşısında yanlışı var. Aydınlıq, şifahi nitq dinləyənlərin anlaq səviyyəsinə uyğun olmalıdır. Doğru, doğru, düzdür. Düzgünlük, əşya və hadisə haqqında deyilənlər, gətirilən faktlar həqiqətə uyğun, dəqiq olmalıdır. Məncə bu yanlışdır. Çünki dəqiqlik idi bu. Bəli. Deməli, buradan götürürük müəllimə 2-ni, sonra bir də 4-ü. Bir də 2, 4, 5, C bəndi. əla. Bu tipli testlərdə biz deməli işarəsi eyni olanları götürməliyik. Məsələn, birinciyə baxın, üstə gəl, çıx, götürə bilməzdik. Amma 2-də üstə gəl, üstə gələ. 3-də baxın, yenə uyğunsuzluq var. Yəni, üstə gələ, çıxa çıx. Eyni olanları götürməliyik. Əla. Deməli, burada 2, 4, 5 dediniz də, elə müəllimə? Əla. Təşəkkür edirəm müəllimə. Zülfiyə müəllimə. Sağ olun. Sayənizdə gözəl işləyirik. Çox sağ olun müəllimə. Aha, 14-cü. Zülfiyə müəllimə. Salam müəllimə. Salam. Necəsiz müəllimə? Yaxşıyam, siz necəsiz müəllimə? Çox sağ olun müəllimə. Yaxşı olun, buyurun. Hansı telefon dördü müəllimə? Bəli, bəli. Durur, danışdırır. Murad nağılı danışarkən hər cümlənin başında xeyr, yəni ki, zat kimi parazit sözlər işlətmir. Həmçinin cəld əvəzinə kobud şəkildə cırdı, yaxud rus dilindən keçmə iqruşka, oyuncaq əvəzinə kimi sözlərdən istifadə etmədən təmiz Azərbaycan dilində nağılı tamamlayır. Müəllimə, burada təmizlik yazıb, ancaq burada keçmə sözlər var axı, ona görə də təmizlik deyil, səhvdir bu. Yəni təmizliyə aid situasiyadır. Müəllimə, situasiya özü təmizliyə aiddir deyirsiniz. Bəli, baxın deyir ki, cümlənin başına şəhizat parazit sözlərini işlətmir. Həmçinin deyir, gəldə vəznə kobudca cırdır və s. Rus dilindən deyir, keçmə sözlərdən istifadə etmədən təmiz Azərbaycan dilində nağılı tamamlayır. Yəni müəllimə onlardan istifadə etmir. Təmizliyə Bəli, müəllimə. İndi o birisini deyim. Nitq inkişafı məşğələsində 5 yaşlı Fidan payız fəsli haqqında danışır.
payız gələndə ağacları qızıl donuna geyinir. Külək əsəndə yarpaqlar sanki yerdə rəqs edirlər. Fidanın qurduğu bu obrazlı cümlələr dinləyəndə insanda xoş təsir yaradır. Onun nitqindən nə qədər canlı olduğunu göstərir. Müəllimə, bu ifadəlilikdir. Bəli, müəllimə, düzdür bu. Bəli, o qədər ifadəli, o qədər gözəl danışır ki. Ona görə də, bəli, bağçanın həyatını müəllimə əks-səda verir. Müəllimə. Bəli, eşidirsiniz müəllimə? Müəllimə, əks-səda verir. Yarışı keçirirlər. Sona çatan Yusif tərbiyəçiyə yarışın nəticələrini deyir. Müəllimə hamımız eyni vaxtda yox, biraz böyüdüm. Turan birinci çapdı. Mən ondan bir addım geridə qaldım. Yəni ikinci oldum. Yusuf faktları təhrif etmir, şişirtmir. Vəziyyəti olduğu kimi sözləri seçərək həqiqətə uyğun ötürür. Həqiqət o. Müəllimə, düzgünlük, bu da düzdür müəllimə. Faktlarla danışır. Baxın, demir ki, cümləni düzgün qurur. Niyə? Müəllimə, düzdür da, düzdür. Qarışdırdım. Aha, bütün müəllimlər bayaqdan verirlərdi. Baxın, müəllimlər, düzgünlük başqadır, dəqiqlik başqadır. Bu dəqiqlikdir, düzgünlük deyil. Bir-birlərinə oxşuyurlar. Biz də baxanda deyirik ki, hə, düzgün danışır da. Yox. Düzgünlük budur ki, cümlə quruluşu düz olsun, ismin məsələn şəkilçisini qəbul edəndə düz qəbul eləsin. Bunlar da düzgünlük. Burada fakta uyğun danışır, sübutla danışır, dəlillə danışır. Deməli, bu dəqiqlikdir. Bəli, müəllimə, düzdür. Çox sağ olun ki, izah edirsiniz. Adamın yadında qalır. Çox sağ olun. Buyurun. 6 yaşlı məktəbə hazırlıq qrupu şagirdi Məryəm kiçik qrupdakı 3 yaşlı uşaqlara oyunun qaydasını izah etdi. O, böyüklər kimi çətin sözlər işlətmir. Tam onların səviyyəsinə enərək aydın deyir. Uşaqlar indi musiqi çalacaq, hamımız rəqs edəcəyik. Musiqi dayananda isə hamı yerində daş kimi donmalıdır. Bu müəllimə, bu dəqiqlik yazıb müəllimə burada. Sizcə dəqiqlikdir burada? Müəllimə, xeyr. Dəqiqlikdir müəllimə burada. Çünki deyir ki, onun anlaq səviyyəsinə enir, onun yaş səviyyəsinə enir. Aydın danışır da ki, başa düşsün. Bəli, aydınlıqdır da onda müəllimə. Bəli. Burada dəqiq heç nə demir ki, deyir sadəcə ona anlaq səviyyəsinə, yaş səviyyəsinə uyğun danışıram ki, belə deyim də, uşaq məni anlasın. Bəli. İndi 5-ci oxuyum. 5 yaşlı Ömər bəzən mən gəldi bağçaya kimi cümlələr qursa da artıq qrammatik qaydaları mənimsəyib. O müəlliməsinə yaxınlaşıb düzgün cümlə quruluşu ilə deyir. Müəllimə, mən bugün bağçaya hamıdan tez gəlmişəm və oyuncaqlarımı dostlarımla paylaşmaq istəyirəm. Bu da düzgünlük yazılıb bunun qabağında. Razısınız? Necə müəllimə? Razısınız? Müəllimə, düzgünlük yazılıb. Ancaq xeyr müəllimə, çünki burada 5 yaşlı Ömər bəzən mən gəldi bağçaya, məsələn, düzgün danışmır da, ona görə düzgünlük deyil müəllimə Bu burada. düzgünlüyə aid bir situasiyadır. Baxın, bayaqdan onları qarışdırmışlar. İfadəliyin qarşısına təmizlik yazırdılar, məsəl üçün deyirəm. İndi baxın, burada cümləni qarışdırması ilə düzgünlük sayılırdı da. Yəni, düzgünlüyün pozulması da düzdür. Amma yəni düzgünlüyə aid bir situasiyadır. Yəni, dəqiqlik deyil, digərləri deyil də, yəni. Bəli, Həqiqətən də onda bu düzgünlük. Bəli, baxın, düzgünlük elə belə olur. Düzgünlük budur ki, cümləni düzgün qursun. Məsələn, mən gəldi bağçaya deyəməz, mən bağçaya gəldim. Bunu deməlidir.
Bəli. Onda müəllimə bu düzdür da. Baxın, deyir ki, düzdür. 5 yaşlı Ömər bəzən mən gəldi bağçaya kimi cümlə qursa da, artıq deyir qrammatik qaydanı mənimsəyib. Yəni əvvəl düzgün Bəli, danışa bəli. bilmirdi, amma yavaş-yavaş öyrənib. Sonra deyir ki, müəllimə, mən bu gün bağçaya hamıdan tez gəlmişəm. Fikir verdiniz? Cümləni düzgün qurdu. Amma Bəli. əvvəldə deyir ki, Bəli, yəni bəli. düzgün qramır. Bu da düzgünlük, dəqiqlik deyil, təmizlik deyil. Bəli. İndi bir dənə qaldı sizin variantınızı seçmək. İndi variantlar deməli 1 2 müəllimə. 1 2 5-dir də müəllimə. 1 2 5 o bəndi müəllimə. Əla. Təşəkkür edirəm müəllimə. Nuranə müəllimə. Çox Sağ olun. çox sağ olun müəllimə. Buyurun müəllimə. Sağ olun. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir. Buyurun müəllimə. Tərbiyəçi 4 yaşlı Kənandan dünən evdə nə etdiyini soruşur. Kənan deyir, biz dünən atamla mağazaya getdik. Çünki anam tort pişirmək üçün onu istəmişdi. Onu alıb evə gəldik. Anam tortu hazırladı və biz birlikdə yedik. Məzmunluq. Bu doğrudur müəllimə. Deyil. Deyil. Məntiqi müəllimə onu alıb evə gəldi. Məntiqi ardıcıllıq. Səbəb nəticə əlaqəsi məntiqi ardıcıllıq bəli. İkinci, bağçada kosmos mövzusunda müzakirə aparılır. 5 yaşlı Amin yayda planetariyada olduğu və atası ilə kosmos haqqında kitablar oxuduğu üçün cəsarətlə danışır. Kosmonavtlar kosmosa raketlə uçurlar. Orada cazibə qüvvəsi yoxdur. Ona görə də insanlar havada uçurlar və xüsusi geyimlər geyinirlər. Burada da müəllimə məntiqi ardıcıllıqda səbəb nəticə gətirir. Yox, burada səbəb nəticə gətirmir. Suala əsasən cavab vermir. Mahiyyətindən danışır. Onda məzmunluqdur, müəllimə. Bəli. Bunları mən qarışdırdım. Situasiyadan ona görə. 5 yaşlı Ayan çəkdiyi şəkil tərbiyəçiyə göstərir. O sadəcə mən qəşəng ev çəkdim demir. Söz ehtiyatından zəngin şəkildə istifadə edərək deyir. Müəllimə, mən burada möhtəşəm bir saray çəkmişəm. Həyətində al-əlvan güllər var. Damı isə al-qırmızıdır. Xeyr müəllimə, burada səhvdir. Bu səhv eləmirəmsə, zənginlikdir, bəli, ətraflı məlumat verir. Peşələr mövzusunda keçirilən məşğələdə 6 yaşlı Əli həkimlik peşəsi haqqında danışır. Çünki onun anası həkimdir və o evdə bu alətləri tez-tez görüb. Əli deyir, həkimlər insanları sağaldır. Onlar stetoskopla ürəyin döyüntüsünə qulaq asır. Xəstə olanda isə resept yazıb dərman verirlər. Məzmunluq. Onda düzdür də, bu da müəllimə məzmunluq, ətraflı məlumat verir. Bəli, həkimlik haqqında məlumat var. Tərbiyəçi uşaqlara qar adamın düzəldilməsi ardıcıllığını danışmağı tapşırır. 5 yaşlı Ömər əvvəlcə yerdən qarı yığıb ardıcıllığını danışmağı tapşırır. 5 yaşlı Ömər deyir, əvvəlcə yerdən qarı yığıb böyük bir kürə düzəldirik. Sonra onun üstünə biraz kiçik kürəni qoyuruq. Ən sonda isə burnuna yer kökü taxıb gözlərinə kömür qoyuruq. Ömər prosesin gedişatını qarışdırmır. Burada zənginlik deyil müəllimə, səhvdir. Məzmunluqdur. Məntiq ardıcıllıq. Deyir, məzmunu qarışdırmır, ardıcıl danışır. Mən məzmunluqla məntiqi ardıcılığı qarışıq saldım, belə gördüm situasiyalar. Onda cavabımız 2, 4, B variantı 2, 4. Təşəkkür edirəm. 16-nı oxuyuyorum mən. Yox. Oldu, çox sağ olun. Deməli müəllimə, məzmunluqla məntiqi ardıcıllığı qarışdırmışdınız. Baxın, məntiqi ardıcıllıqda bir ardıcıllıq axtarırsınız. Xüsusilə də nağıl etmə prosesində olur. Fikir verirdiniz, burada da ardıcıllığı danışmağa başlayır və qarışdırmırdı. Zəhmət olmasa səsləri bağlayaq.
Sonra məzmunluqda söhbət gedirsə, məsələn, hər hansı bir deyək ki, söhbət gedir orada, məsələn, həkimliklə ola bilər, müəllimliklə bağlı görürsüz, uşaq geniş şəkildə izah eləyə bilir. Baxın, geniş şəkildə izah eləyirsə, artıq onun mahiyyətini bilir, məzmununu bilir, yaxşı tanıyır. Bilir də həkim kimdir, həkim nə işlədir, həkimin nəyi var. Bu məzmunluqdur. Amma məsələn desəm ki, məsələn dünən evdə nə etmisən? Artıq səbəb nəticə deyir. Nağıl danışır, ardıcıllığı gözləyir. Ümumiyyət açar sözdür. Ardıcıllığı gözləmək, məntiqi əlaqə, səbəb nəticə əlaqəsi testdə görürsünüzsə, bunu götürün məntiqi ardıcıllıq. Amma orada mahiyyəti varsa, bu olacaq məzmunluq. Sonra keçək, ona görə də 2-4 oldu burada. Keçirik Kəmalə müəllimə. 1-2 yaş. Xeyli doğru deyil, yanlışdır. 4-5 yaş verilən səs üzrə sözləri seçilir, səslərdən hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələr şifahi mətnlər qurur. Bu doğrudur, amma mənimlə yanlışın altında qeyd olunur. Yox, diqqətlə baxın müəllimə başdan bir də. 4-5 yaşda verilən səs üzrə səsləri seçir, səslərdən hecalar. Səs üzrə. Yəni səsi nə vaxt hansı qrupda öyrədirik? Məktəbə hazırlıqda. İndi 4-5-də öyrədə bilərik. Bəli, müəllimə, məktəbə 4-5 yaşda onda da yanlışdır müəllimə. Bəli, verilən səs varsa bu məktəbə hazırlıqdır. Burada 4-5 yazıblar. Yanlışdır, amma qabağında da yanlışdır. Orta qrupdan başlayıb göstərir burada. Yanlış bilirsən. Narahat olma. 4-6 yaş nitqində əlamət, keyfiyyət, hiss bildirən sözlərdən istifadə edir. Bu doğrudur müəllimə. Yox. 5-6 yaşda əks və yaxın mənalı sözlər də olur da axı. Hanı burada əks yaxın? Nitqində əlamət, keyfiyyət, hiss bildirən sözlərdən istifadə edir. 5-6-da açar sözümüz yaxın və əks mənalı sözlərdir. Burada fikir verən yoxdur. Yoxdur, Deməli bunu yanlış götürün. Yanlışdır, yanlışdır. Yanlışdır, doğrudur. 4-5 yaş 4-5 yaş danışığında 2-4 sözdən ibarət sadə cümlələrdən istifadə edir. 4-5 danışanda 2-4 sözdən ibarət sadə cümlələrdən istifadə edir. Bu doğrudur mənim. 4-5 elə demişdim də 4-5 olacaq. Ona görə də bu da yanlışdır. Baxın 2-4 olanda 3-4 yaş qrupuydu. Amma 4-5 cümlədən desəydi mətn qurmaq olardı 4-5 yaşa. 4-5 yaşa. 1-2 yaş danışmada 2-3 sözdən ibarət sadə cümlələrdən istifadə edir. 1-2 yaşda. 2 yaşda sadə cümlə danışanda 2-3 sözdən. 2-3 söz doğrudur bu. 1-2 yaş mən bunları demişdim də yaş qrupuna yadınızda saxlayın. 1-2 söz 1-2 yaş elə olacaqdı. Burada 2-3 olanda 2-3 olurdu elə. Elə açar söz kimi elə vermişdim sizlərə. Yanlışa yanlış. Bir də birinciyə bir də baxın. Birincini elə belə keçdik. Üstündən baxmadıq yaxşı. 1-2 yaş danışıq sözün müxtəlif dil vahidlərində söz heca tələffüzü yanlışdır mənim. Yox. Heca ilə söz olanda demişdim də 1-2 yaşa aiddir. Heca söz olanda 1-2. Heca söz cümlə olanda 2-3. Söz cümlə olanda orta qrup. Bunları vermişəm hamısını açar söz kimi diqqətli olaq. Yaxşı. İndi bir dənə variant seçmək qaldı. 1-2, burada da 5. Allah. Təşəkkürlər müəllimə. Nəhayət Məmməd dərsdədir. Axşamınız xeyir olsun müəllimə. Hər vaxtınız xeyir. Buyurun müəllimə. 17-ci. Uyğunluğu müəyyən edin. 3-4 yaş 4-5 cümlədən ibarət mətn qurur. Düz deyil müəllimə, yanlışdır. 5-6 yaş hərf və səsləri fərqləndirir. Səs təhlili üzrə iş kəsmə əlifba vasitəsilə sözlərin düzülüb oxunması. Müəllimə, bu yanlışdır. Hərf səslər hansı qrupda öyrədirik müəllimə? Məktəb hazırlıq qrupunda. Düzdür də onda 5-6. Bura düzdür. Qabağında səhv yazıblar. Düzdür. 4-5 yaş nitqində əlamət, keyfiyyət, hiss bildirən, əks və eyni mənalı sözlərdən istifadə edir. Şeir, hekayə və nağılın məzmununu uyğun
və s. Müəllimə, yanlışdır bu. Bayaq demişdim müəllimə ki, əks yaxın, əks eyni hansı qrupda olurdu elə? Yanlışdır, düzdür. Hansı qrupda olurdu? Məktəb hazırlıq qrupunda. Allah, yanlışa yanlış. 5-6 yaş. 3-4 yaş nitqində böyük çox sözlərindən istifadə edir. 3-4 yaşında. Çox sözlərdən. Yanlışdır müəllimə bu. Bəli, 1-2 yaş aid idi. 3-4 yaş danışığında 2-4 sözdən ibarət sadə cümlələrdən istifadə edir. 2-4. Müəllimə, bu da yanlışdır. Yox, doğrudur. 2, 4, 4-lə 3, 4-ün 4-ündən yadımızda saxlayırdıq elə. Hə, mən 2 çaşdır deyə burada. Hə, burada bir dənə fərqlilik olur. Qalan birində 1-də 1-2-dir, 2-də 2-3-dür, bircə dənə burada 2-4-dür. O da 4-dən yadınızda saxlayın elə. Deməli 3, sonra 4, bir də 5 Allah. olur. 3, 4, 5 D bəndi. Super. Təşəkkür edirəm müəllimə. Məlahət müəllimə. Uzunluğu müəyyən edin. 3-4 yaş danışıq səslərini müxtəlif dil vahidlərində söz, cümlə, düzgün tələffüz edir. Danışıq səslərində müxtəlif dil vahidlərindən düzgün tələffüz edir. Yəni, bu düzdür yəqin ki. 2-3 yaş nitqində əşyaların rəngini və formasını bildirən sözlərdən istifadə edir. Rəngini, formasını, bu bayaq dedik müəllimə, əlamət bildirən 5-6 olmalıdır, yoxsa? Burada əlamət yoxdur ki, rəng formu 2-3-ə aiddir. Aiddir. 3-4 yaş nitqində əlamət, keyfiyyət, his bildirən sözlərdən istifadə edir. Bu da 3-4 ondadır. Bəli, çünki yox. 3-4 ola bilməz. Niyə görə? Çünki keyfiyyət olmur 3-4-də. Onda yanlış. 4-5-də olur. 1-2 yaş danışığında 1-2 sözdən ibarət sadə cümlələr qurur. Bu düzdür. Düzdür, amma yaxşı. 5-6 yaş hərf və səsləri bu vasitəsilə düzüb fərqləndirir. Bu da düzdür, amma yanlış verir. Deməli, uzunluğu tapırıqsa 2, 3. Super. Təşəkkürlər müəllimə. 3, belə. Sonra. Deməli, oxusun Sevinç müəllimə. Bəli müəllimə, salam. Salam, buyurun müəllimə. Uyğunluğu müəyyən edin. Ən çox nitqi inkişaf etdirən məşğələ savad təlimi məşğələsidir. Nitqi inkişaf etdirən savad təlimi də ancaq ətraf aləmlə də nitq olur. Nitq inkişafında da nitq var. Əsas ən çoxu var sözü burada. Məktəb hazırlığı aiddir, düzdür. Onda belə çıxır ki, məktəb hazırlığı kimi uşağın nitqi inkişaf eləmiş. Nitqi inkişaf edir, ən çox deyir buradakı savad təlimi. Savad təlim cəmi bir qrupdadır. Necə ən çox uşağın nitqinə inkişaf edilir? Səhvdir. Nitq inkişafında didaktik oyunların rolu yoxdur. Nitq inkişafında didaktik oyunlar da, yəni didaktikdə qaydalar var. Didaktik oyunu öyrədicidir, idrakla bağlıdır deyənə didaktik oyunu. Bu da mənə elə gəlir ki, səhvdir. Yəni düzdür də, cavab özü düzdür. Qabağında yanlış yazdıqlar müəllimə. Nitq inkişafında didaktik oyunlar rolu yoxdur deyə bilmərik, var. Var. Onda deməli ki, bu yanlış fikirdir. Çünki yoxdur deyir. Qarşısında da yanlış yazıb. Nitq inkişafı zamanı uşaqlarda düzgün tələffüz qaydaları aşılanmalıdır. İnkişaf zamanı uşaqlarda düzgün tələffüz, bəli müəllimə, aşılanmalıdır. Sonra yəni bu düzgündür. Nitq inkişafı kiçik qruplardan başlayır. Nitq inkişafı məncə orta qrupdan idrakdır da bu danışıq. Yox. Nitqin inkişafı səslərlə başlayır da müəllimə.
Elə uşaq dünyaya gələndən başlayır. Heca olsa, bəli, hecanla. Sonra nitq inkişafı ikinci əsas standarta aiddir. Bəli. Doğrudur. İndi bizdə burada istəyir ki, uyğunluğu müəyyən etmək. Onda biz götürək deməli. Biz götürək 3. 3'ü bir də müəllimə 2 ilə 3'ü. B variantı. B variantı. Əla, təşəkkür edirəm mənim. Çox sağ olun. Sonra. Alo, Ayşə müəllimə. Bəli, eşidir, oxuya bilirsiniz? Mən dediniz. Aha, bəli. Dedim görüm. Neçənci? 20. Bəli. Uyğunluğu müəyyən edin. Uşaqların tədqiqat aparması və öyrənməsi birinci uşaqların nitqini formalaşdırır. Tədqiqat aparması xeyirmi? Yanlışdır müəllimə. Uşaqların ətraf aləmdə hekayə qurması nitqi inkişaf etdirir. Ətraf aləmdə hekayə qurması doğrudur. Uşaqlarda kiçik qruplara şifahi oyunlar vasitəsilə nitqi formalaşdırmaq olur. Uşaqlarda kiçik qruplarda şifahi oyunlar vasitəsi olur. Düzdür. Yox, kiçik qrupda şifahi oyun necə olacaq? Nitq yoxdur axı. Yəni də izah müəllimə başa sala oynadır da, birbaşa oyunu oynaya bilməzlər. Yox, şifahi oyun bilirsiniz nədir? Məsələn, A hərfi ilə başlayan sözlər deyək, meyvələrin adlarını. O da daha çox şifahi növü didaktikin. Məktəbə hazırlıqda olur da o ən çox. Məktəbə hazırlıqda, bəli. Cavab 1 ilə 3 yoxsa artı var. Oxumamısınız hələ tamam. Nitq etiketlərinin düzgün işlədilməsi uşaqlarda nitq inkişafına təsir göstərir. Düzdür. Uşaqların məktəbə hazırlamasında nitqin rolu çoxdur. Bu da düzdür. Çünki ünsiyyətdən də hazırlaşırlar. Uyğunluqdursa onda 2, 4, 5. Elə bir şey yoxdur burada. Diqqətli olun. Baxın, belə götürməlisiniz. Üstə gəl, çıx. Yanlışdır. 5. 2, 5. 2, 5. Bir də diqqətlə baxın, biri qaldı. 1, 2, 5. Əla. Bir də çıxdı da burada. Ona görə götürülməliyik. Əla, təşəkkür edirəm müəllimə. Çox sağ olun müəllim. Sağ olun. Belə müəllimlər, bugünlük belə deyim, dərsimiz bu qədərdir. Çünki başqa dərslərim olduğu üçün bu günləri bu qədər vaxt ayıra bildik. Növbəti dəfələrdə inşallah ki, yenə də bu tərs testləri. Sağ olun, müəllimə çox minnətdarıq. Sağ olun. Sağ olun. Səsləri bağlayaq, zəhmət olmasa. Deməli müəllimlər, növbəti dəfədə yəni çalışacağam ki, bu həftə ərzində başqa bir mövzudan da keçək. İndi bunu mən birazdan kaydını da yükləyəcəm. Sadəcə olaraq mən belə deyim də, məsələn, özüm mövzu seçib izah eləməkdənsə, sizlərin çətinliyi olan mövzuları məncə işlətmək daha yaxşıdır. Ona görə də siz bu videoyu yerləşdirdiyim, belə deyim, YouTube-da yazarsınız. Hansı mövzudan test istəyirsinizsə, həmin mövzunu qeyd edərsiniz. Bu həftə ərzində bir gündə də inşallah ki, həmin mövzu üzrə testlər işləyərik. Belə, dərsimiz bu qədər bugünlük. İnşallah növbəti dərslərdə görüşərik. Sağ olun müəllimlər.